Hər vaxtınız xeyir olsun əziz izləyicilər. Bizim mövqenin bugün olan buraxılışında xoş gördük hər birinizi. Studiyada aparıcınız mənəm, Züriyə Ruslan qızım. Bu dəfəki buraxılışımızda da çox önəmli məsələləri müzakirə edəcək, siyasi gündəmdəki önəmli istiqamətlərə toxunmuş olacaq və siz bizi canlı olaraq Uydupek və YouTube kanalları üzərindən izləmiş olacaqsınız. Bizi sadəcə izləməklə kifayətlənməyin, eləcə də onlayn platformada Güraz TV kanalına abunə olmaqla, verilişimizi bəyənməklə, paylaşmaqla, canlı şərh bölməsində aktivliyinizi nümayiş etdirməklə həm də mövqeyimizin daha geniş auditoriyada səslənməsinə şərait yarada bilərsiniz. Yaxın Şərqdə vəziyyət olduqca gərgindir, atılan addımlar, verilən bəyanatlar eskalasiya vəziyyətini daha da gücləndirir və bu gərginlik fonunda bu dəfə diqqət mərkəzində Hörmüz boğazı və bu boğazla bağlı verilən bir açıqlamadır. Söhbət İranın Azərbaycandakı sabiq səfiri Möhsin Pakayinin açıqlamasından gedir və açıqlamada da bildirilir ki, Tehran gələcəkdə bu strateji su yolunu təkcə iqtisadi deyil, həm də hərbi siyasi təzyiq və çəkindirmə vasitəsi kimi nəzərdən keçirə bilər. Söhbət hansı açıqlamadan gedir? Qısa olaraq təbiidir ki, mən onun xülasəsini sizə çatdırmağa çalışacağım. Pakayin bildirib ki, gələcəkdə Hörmüz boğazı İranın hərbi doktrinasında təkcə strateji su yolu deyil, həm də təzyiq və çəkindirici vasitə kimi daha mühüm yer tuta bilər. Onun sözlərinə görə böyük dövlətlər arasında rəqabət getdikcə dənizlərə və beynəlxalq boğazlara yönələcək. Buna görə də Hörmüzün geosiyasi əhəmiyyəti daha da artacaq. Pakayin iddia edib ki, ABŞ uzun müddətli perspektivdə Hörmüz boğazını nəzarət etməyə çalışır və bununla həm İranın, həm də regionun enerji marşrutlarına təsirini göstərmək niyyətindədir. O vurğulayıb ki, İran boğazı yalnız öz təhlükəsizliyi üçün deyil, region ölkələrinin və enerji daşımalarının qorunması baxımından da strateji əhəmiyyətli hesab edir və bu siyasətə region dövlətlərinin də getdikcə daha çox yaxınlaşdığını iddia edib. Elə bu açıqlamadan irəli gələrək regiondakı vəziyyəti studiyamızın qonağı siyasi şərhçi Müşfiq Abdullah ilə müzakirə edəcək. Müşfiq bəy, xoş gördük sizi. Sağ olun Züriyə xanım, xoş gördük. Təşəkkür edirik dəvətimizi qəbul etdiyiniz üçün. Müşfiq bəy, elə başlayaq bu Pakayinin həmin məlum açıqlamasından. Açıq-aşkar bildirir ki, hazır ki, yəni dolayı yolla onun dediyini belə parafraz edə bilərik ki, əslində bu gərginliyin birbaşa müəllifi elə İran özüdür. Çünki İranın məqsədi Hörmüz boğazını özünün hərbi doktrinasına əlavə etməkdir. Bilirsiniz, mən əvvəllər də sizinlə apardığım müzakirələrdə, əvvəlki proqramlarımızda da dəfələrlə toxunmuşum bu məsələyə ki, İranın əsas məqsədi beynəlxalq ticarət yollarını bağlamaq və bununla da dünya ölkələrinə şantaj etmək, beynəlxalq iqtisadi böhran yaratmaq. Çünki İran terrorçu dövlətdir və terrorçu dövlət üçün fərqi yox. O bütün sahələrdə kimliyindən, mövqeyindən asılı olmayaraq, mənsubiyyətindən asılı olmayaraq bütün dünya ölkələrini, xalqları şantaj etməyə, onların maraqlarına, həyatına təhlükə yaratmağa hazır olur terrorçular. Bu baxımdan İranın mövqeyi başa düşüləndir. Ona görə də mən həmişə deyirdim ki, İran istər Hörmüz boğazında, istər mən hələ əvvəllər çıxışımda 3 əsas koridoru demişdim. Hörmüz boğazı idi, sonra Bab-el-Məndəb boğazı idi, bir də Zəngəzur dəhlizi. Yəni hər istiqamətdə İran deməli iqtisadi fəaliyyətin, kommersiya fəaliyyətinin olmasını istəmirdi və bununla da dünya bazarında bahalaşma yaratmaq, dünya ölkələrinin Amerika Birləşmiş Ştatlarına təzyiqinə nail olmaq və çəkindirici məqsədlə istifadə etməsini istəyirdi. Hətta həmin Möhsin Pakayinin müsahibəsinə baxanda biz görürük ki, orada dünyada mövcud olan bir çox başqa boğazların, dəniz yollarının adlarını sadalayır və hesab edir ki, İranın da Hörmüz boğazı üzərində nəzarət etmək hüququ var və bundan da çəkindirici vasitə kimi istifadə edərək onu özünün hərbi doktrinasına daxil etməlidir. Nədir burada məqsəd? Mən səhv etmirəmsə, ötən proqramımızda demişdim sizə, yoxsa ondan əvvəl ki, İran əslində Hörmüz boğazına nəzarəti ələ keçirməklə həm də bir növ düşməni öz sərhədlərindən xaricdə qarşılamaq strategiyasını həyata keçirir. Və yəni
əsas problem, əsas məsələlər qalır kənarda. Məsələn, İranın nüvə proqramı, İranın proksi qüvvələrə dəstək məsələsi, İranın raket proqramı, İranda insan haqları məsələsi, bu kimi məsələlər qalır ki, diqqətdən kənarda və düşməni öz sərhədlərindən kənarda qarşılayaraq, orada mübarizə apararaq, deməli, birinci münaqişənin öz sərhədləri daxilinə keçməsinin qarşısını alır. İkincisi, diqqəti əsas məsələlərdən yayındırır. Yəni, İranın məqsədi budur. Ona görə də yəni, İran yaxın şərqdə bir sıra ona bağlı olan proksi qüvvələr məhv edildikdən sonra, xüsusilə də İsrailin keçirdiyi hərbi əməliyyatlardan sonra İranın yaxın şərqdə mövqeləri zəifləyib. Yəni, İran vuruldu, Suriyadan çıxarıldı. Həmas xeyli məğlub duruma düşdü. Hizbullah'dakı əsas qüvvələri məhv edildi. Ona görə də bir sıra muzlu qüvvələri vardı İranın yaxın şərqdə. Onların hamısı məhv edildi. Ona görə də İran öz sərhədləri daxilinə sıxışdırılıb və belə bir vəziyyətdə özünün cənub istiqamətində, yəni Hörmüz boğazı istiqamətində çalışır ki, bir bufer zona yaratsın və bu bufer zonadan həm beynəlxalq ictimaiyyəti şantaj etmək üçün istifadə eləsin, yəni çəkindiricilik deyəndə Pakayin bu nəzərdə tutur. Həmçinin də böhran yaratsın və artıq dünən məsələn son 2-3 gündə keçən hərbi əməliyyatlar zamanı bilirsiniz ki, bu ona gətirib çıxartdı ki, İran yenidən Hörmüz boğazını bağladı və Amerika Birləşmiş Ştatları ilə iyunun 18-ci imzalanmış anlaşma memorandumundan imtina elədi. Eyni zamanda İran, Amerika Birləşmiş Ştatları da boğazın blokadasını bərpa etdi. Və bütün bunlar hamısı İranın məqsədi çəkindiricilik adı altında dünya iqtisadiyyatına yenidən təhdid etmək, təzyiq etmək və böhran yaratmaqla əslində Amerika Birləşmiş Ştatlarından əlavə eyni zamanda dünyaya təhlükə olduğunu bir daha göstərir və beləliklə düşməni öz sərhədlərindən kənarda qarşılamaq strategiyası bufer zona yaradır və bu niyyətindən də geri çəkilmək istəyində görünmür. Amerika Birləşmiş Ştatlarının dünən axşam, yəni iyulun 14-dən 15-inə keçən gecə bütün İranın cənub əraziləri boyu bombardıman aparması əslində İranın bax bu siyasətinin qarşısını almağa hesablanır mənim fikrimcə. Yəni Xuzistan istiqamətində, Bəlucistan istiqamətində, Xarkadaq istiqamətində aparılan bütün bu bombardımanlar İranın cənubdan, yəni Hörmüz boğazından keçən gəmiləri vurmaq üçün istifadə etdiyi mövqeləri dağıtmaq və İranın Hörmüz boğazı üzərində nəzarətini qarşısını almaq məqsədi daşıyır. Ona görə də lakin İranın görünür ki, müəyyən planları var və bu plan əslində İranın deyəndə ki, daha konkret isə Sepahın planıdır və məqsəd bölgədə nəzarəti öz əllərinə almaqdan ibarətdir. Yəni, burada yalnız bufer zona yaratmaq yox, həm də Hörmüz boğazını özlərinin tam ərazi iddiası ortaya qoyurlar. Fikir verin, onlar hətta Omanın sahil sularına belə ərazi iddiası edirlər. Türkiyənin Xarici İşlər Naziri Hakan Fidanın bu yaxınlarda işlətdiyi 19 kilometr İranın nəzarətindədir. Bəs 32 kilometrin taliyi necə olsun sözünə İran Xarici İşlər Nazirinin sərt reaksiya verməsi göstərir ki, İran o qalan 32 kilometrə də ərazi iddiası edir və hətta bir növ dolayısıyla Hörmüz boğazının özünün daxili suları kimi görür. Və bu baxımdan da Pakayinin dediyi əslində İranın dünyanın ən mühüm boğazlarından, ticarət yollarından birini öz nəzarətinə götürmək, orada həm militarizasiya siyasəti həyata keçirmək, həm terror siyasəti həyata keçirmək və oradan öz məqsədlərinə çatmaq üçün beynəlxalq ictimaiyyəti təhdid etmək, şantaj etmək
planlarından xəbər verir. Bax, PKK-nın dediyi o açıqlamanın, daha doğrusu o fikrin açması bundan ibarət. Hakan Fidan'la olan ərazi məsələsi üzərinə daha geniş fokuslanmağımızı istərdim. Söhbət orada tam olaraq nədən gedir? Düşünürəm izləyicilərimiz üçün biraz daha açıqlayıcı izah etsək daha doğru olardı. Yəni o əraziyə nəzarət baxımından, çünki bilirsiniz ki, ticarət gəmiləri, 2 ticarət gəmisi vurulandan sonra İran tərəfindən bu hərbi əməliyyatların bərpasına gətirib çıxartdı və nəticədə anlaşma memorandumu pozuldu. Hakan Fidan da deyirdi ki, düzgün, söhbət ondan gedir ki, həmin İran Oman sahilləri boyunca ticarət gəmilərinin keçidinə etiraz edir və onları məcbur edir ki, gəlsinlər, atəş açır və məcbur edir ki, gəlib İran sahillərindən keçsinlər. İran istiqamətində isə, İran sahilləri boyu su dayazdır. Yəni, orada suyun dərinliyi elə də yüksək deyil, dayazdır. Oman sahilləri daha dərin olduğuna görə gəmilər oradan keçməyə üstünlük verir. İran isə öz tərəfinə çəkmək istəyir, yəni özünün ərazi sularına çəkmək istəyir və Türkiyənin Xarici İşlər Naziri də bununla bağlı öz mövqeyini bildirmişdi və İranın mövqeyini tənqid etmişdi ki, bu öz ərazi suları 19 kilometrə çəkilir bunu və İranın da məqsədi əslində bir müddətdən sonra həmin gəmilərdən rüsum toplamaqdan ibarət idi. Bilirsiniz də, yəni İran çalışırdı ki, rüsum toplasın. İndi Türkiyədəki həmin boğazın statusunun müəyyənləşməsi ilə bağlı Türkiyənin Xarici İşlər Nazirliyi deyir ki, gələcək statusu necə olacaq? Məsələn, onda hələ anlaşma memorandumu başa çatmamışdı və 60 günlük müddət qüvvədə idi və 60 gündən sonra həmin 19 kilometrdən sonra qalan hissə 32 kilometrin taleyinədir. Çünki İran Omanın sahil sularını belə tanımaq istəmir, su sərhədlərini tanımaq istəmirdi. Söhbət bundan gedir. Özünü bir növ Omanla dost dövlət kimi göstərməyə çalışır. Ancaq deməli, Omanın sahil sularını, su sərhədlərini tanımaq istəmir. Bax, mübahisə bundadır. Ona görə də Əraqçının Omana son səfər nəticə vermədi. Yəni, Hörmüz boğazının gələcək statusu, oradan ticarət yollarından, istifadə qaydalarından bağlı aparılan müzakirələri güya belə görüntü yaratmaq istəyirlər ki, Omanla birlikdə əldə etmək istəyirlər. Ancaq Oman demək olar ki, İran tərəfinin bütün mövqe çıxışlarını, bütün müraciətlərini cavabsız buraxdı və anlaşma, bir razılaşma əldə olunmadı və Abbas Əraqçı geri qayıtdı. Və söhbət bundan gedir. Hətta İranın Xarici İşlər Nazirliyinin sözçü Bəqai Türkiyənin Xarici İşlər Nazirliyinin açıqlamasına etiraz edir. Bu da onu göstərir ki, onlar bütün körfəz ərazisini nəzarətə götürməkdə öz ərazi iddialarını qoyurlar ortaya və belə çıxır ki, istənilən an İran lazım gəlsə həmin boğazı yenidən bağlamaq, müharibə və ya sülhdən asılı olmayaraq bağlamaq və oradan dünyaya özünün iddialarını diktə etmək istəyir. Yəni orada müharibədən və sülh şəraitindən asılı olmayaraq, çünki heç kim zəmanət vermir ki, İran bir günün birində qalxıb deyə bilər ki, bura mənim ərazimdir, bura mənim daxili sularımdır, buradan keçənlər, məsələn, rüsum verməsə, mən buranı bağlayıram, buradan keçidi bağlayıram və yenidən böhran yarada bilər. Yəni, bu, ona görə də İran terrorçu dövlətdir və İranın gələcəkdə, halbuki indi, məsələn, indi Hörmüz boğazındakı vəziyyət nəyi tələb edir? Beynəlxalq ictimaiyyət nə istəyir? Demilitarizasiya aparılsın, gəmilər sərbəst keçsin, ticarət gəmiləri sərbəst hərəkət eləsin və dünyada neftin və digər neftin qiyməti düşsün, digər azotun, gübrənin, helyumun, digər məhsulların bolluğu yaransın, sənaye müəssisələrindəki yaranmış böhran aradan qalxsın, bunu istəyir. Ancaq
İran görünür ki bu vəziyyət İranı qane etmir. Yəni o demilitarizasiya aparılması və ticarət gəmilərinin sərbəst hərəkəti Sepahı qane etmir. Çünki Sepah müharibə aparmaq və bununla da öz mövqeyini beynəlxalq ictimaiyyətə diktə eləmək istəyir. Müşfiq bəy, diqqət çəkən gəlişmələrdən, yeniliklərdən də biri həm də Britaniyanın hazırki, yəni Londonda hökumətin Sepah əleyhinə qəbul etdiyi qərardır. Yəni faktiki olaraq həmin qərarın məzmununda da bildirilir ki, Sepaha bu və ya digər formada dəstək göstərən şəxslər və ya qruplar birbaşa cinayətkar elan olunacaqlar. Bax, indiki məqamda bu qərarı necə yozmaq olar? Böyük Britaniyanın bu qərarı əslində hətta mən deyərdim bir qədər də gecikmiş qərardır. Britaniyanın bu addımı atması ilə dünyada ilk növbədə onu deyim ki, Britaniyanın qəbul etdiyi bu qərar, yəni Sepahı, İslam İnqilabı Keşikçiləri Korpusunu qadağan olunmuş təşkilatlar sırasına daxil edib və bu da dolayısıyla Sepahı terrorçu təşkilat kimi tanımaq deməkdir. Və beləliklə dünyada Sepahı terror təşkilatı kimi tanıyan dövlətlərin sayı 46-ya çatıb. Avropa İttifaqı ilə üzv olan 27 dövlət, hətta Trump'ı müharibə siyasətini tənqid edən dövlətlər belə bu Sepahı terror təşkilatı kimi tanıyıblar. Yanvarda minlərlə insanın, 10 minlərlə insanın İranda dinc etiraz aksiyasına çıxan insanları kütləvi gülləbaran edib qırdıqdan sonra Avropa İttifaqı ölkələri bütövlükdə Sepahı terror təşkilatı kimi tanıdı. İlk dəfə bilirsiniz ki, 2019-cu ildə aprel ayında Amerika Birləşmiş Ştatları tanıyıb Trump'ın hakimiyyəti dövründə, sonra Kanada tanıyıb, indi başqa dövlət artıq Avropa İttifaqına üzv olmayan digər ölkələrdə tanıyıb. Yəni İsrail var burada, Moldova var, Səudiyyə Ərəbistanı var, Bəhreyn var və yaxın gələcəkdə çox keçmədən mən düşünürəm ki, biz Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və digər ölkələrin də bu siyahıya qoşulacağını gözləyirəm. Çünki o ölkələrin ki, milli təhlükəsizliyinə böyük təhdid yaradır Sepah, həmin ölkələr bu İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanıyacaq. Söhbət ondan gedir ki, Zülya xanım, bu hadisələr, bu qərarlar göstərir ki, beynəlxalq ictimaiyyət üçün Sepah ciddi təhlükəyə çevrilib, təhlükə mənbəyinə çevrilib və başqa terror təşkilatlarından heç də az təhlükə yaratmır. Məsələ burasındadır ki, indi bu nəyə gətirib çıxara bilər? Bu ona gətirib çıxara bilər ki, Sepah bilirsiniz ki, İranda faktiki olaraq hakimiyyəti ələ keçirib və müharibəni davam etdirməklə özünün legitimliyini təmin etməyə çalışır. Yəni, ona görə müharibənin davam etməsinə maraqlıdır. Və belə bir vəziyyətdə Sepahın terror təşkilatı kimi tanınması gələcəkdə, perspektivdə artıq onun bu legitimlik probleminin, onun üçün ciddi legitimlik problemi yarada bilər. Yəni, dünya dövlətləri onu terror təşkilatı kimi, təhlükə mənbəyi kimi tanıyan dövlətlərin sayının artması, cinayətkar təşkilat kimi tanıyan dövlətlərin sayının artması onu göstərir ki, gələcəkdə Sepahın hakimiyyəti ələ keçirmiş qüvvə kimi legitimlik problemini yarada bilər. Çünki əvvəllər Ayətullah rejimi idi, yəni Ayətullah sistemi idi. İndi bu sistem tədricən keçir hərbçilərin əlinə və belə bir vəziyyətdə gələcəkdə Sepahın hakimiyyətini təmin etməsi çətin olacaq. Üstəlik də ki, Amerika Birləşmiş Ştatları səhəri gün hərbi əməliyyatın adını dəyişib Sepaha qarşı terror, antiterror əməliyyatı kimi davam etdirsə, artıq digər ölkələr də
yəni Sepah terror təşkilatı kimi tanıyan dövlətlər də buna qoşula bilər. Yəni bu mümkündür. Çünki əgər həmin dövlətlər, bu 46 dövlət Sepah terror təşkilatı kimi tanıyırsa, deməli antiterror əməliyyatına da qoşula bilərlər. Bu baxımdan da Sepah bugün özü üçün ciddi problemlər yaradır və onun bəhrəsini də görür. Müşfiq bəy, blokada vəziyyətinin hazırki durumu ilə də bağlı sizin fikirlərinizi eşitmək istərdik. Hər halda son dəqiqə məlumatlarını və s. siz izləyirsiniz, təhlil edirsiniz. Tərəflərin hər ikisi yenə ənənəvi olaraq hər zamanki kimi bir-birlərini qarşılıqlı formada eyni məsələdə ittiham eləyirlər və bir tərəf bildirir ki, yəni ABŞ tərəfi Donald Trump timsalında bildirirlər ki, biz İranın bütün limanlarını tam blokadaya almışıq, oradan artıq gəmilərin hərəkətinə tam məhdudiyyət qoymuşuq. İran tərəfi isə bildirir ki, bizim gəmilərimizin fəaliyyətində, tankerlərimizin fəaliyyətində, tranzitində heç bir məhdudiyyət mövcud deyil. Dünən mən diqqətimi İranın neft nazirinin açıqlaması cəlb elədi. O bildirir ki, Amerika Birləşmiş Ştatlarının sanksiyalarına, blokadasına baxmayaraq, biz normal şəkildə neft ticarətimizi davam etdiririk, satırıq. Ancaq mənə də gəlir ki, onlar daha çox bu daxil ictimai rəyə hesablanmış fikirlərdir və bu yalan danışır. Yəni İran tərəfi yalan danışır. Yəni İranın gəmilərinin gəlib o boğazda Amerika Birləşmiş Ştatlarının donanmasının yerləşdiyi mövqe tutduğu və artıq blokadanı bərpa etdiyi ərazidən belə rahat keçib getməsi o qədər də asan məsələ deyil. Bu baxımdan da mən inanmıram ki, İran tərəfi sərbəst ticarət edə bilsin, neft sata bilsin. İndiyə qədər olan, yəni bu müəyyən anlaşmanın qüvvədə olduğu dövrdə müəyyən razılaşmalar olmuşdur və bu razılaşmalar daxilində ola bilsin müəyyən ticarət əməliyyatları aparırlar və hətta mən düşünürəm ki, artıq bundan sonra indiki anlaşma memorandumunu tərəflər qüvvədən düşmüş kimi təqdim edirlər, düşdüyünü bəyan edirlər. Belə olan halda yəqin ki, İrana veriləcək o 6 milyard dollar vəsait ki vardı, köçürülməsi nəzərdə tutulurdu. O da dayandırılacaq. İrana verilməli onun digər dondurulmuş aktivlərə çıxış imkanı da dayandırılacaq. İranın neft pullarının köçürülməsi prosesi də dayanacaq və vəziyyət yenidən əvvəlki formasına qayıdacaq. Yəni o 28 apreldən 28 fevraldan sonra yaranmış o müharibənin aktiv dövründəki vəziyyətə qayıdacaq. Ona görə də mən düşünmürəm ki, burada bir mənalı şəkildə müharibə edə-edə tərəflər həm də ticarət edəcəklər, yollar açıq olacaq və əgər anlaşma memorandumunda razılaşdırılmış bəndlər qüvvədən düşürsə, deməli, heç bir burada normal münasibətlərdən, iqtisadi əlaqələrdən, güzəştlərdən söhbət gedə bilməz. Və bu baxımdan da yaxın günlərdə hətta mən hesab edirəm ki, vəziyyət daha da gərginləşməyə doğru gedir. Çünki İsrailin hərbi əməliyyatlara qoşulma ehtimalı var. Sepahın İranın daha doğrusu İsraili vurmaq ehtimalı, İsrailə zərbələri indirmək ehtimalı var. İsrail hələlik gözləmə mövqeyində dayanır. Yəni, əgər yaxın günlərdə İran tərəfi birinci atəş açsa, o zaman İsrail birbaşa hərbi əməliyyatlara qoşulacaq. Bu da bölgədə, regionda müharibənin arealının daha da böyüməsinə gətirib çıxaracaq. Onsuz da böyüyüb. Yəni, dünən axşam İran tərəfi uçan pilotsuz aparatlarla Yordaniyanı vuruldu. Bəhreynə kasetli bombalar töküldü. Yəni, onsuz da müharibənin arealı böyüyüb və belə bir şəraitdə bölgədə ticarət aparmaq, sərbəst ticarət aparmaq və müəyyən qarşılıqlı güləşlər əsasında bunu həyata keçirmək mümkün deyil. Ancaq indi
həftənin 6-cı günü, yəni ayın 18, iyulun 18-də Benjamin Netanyahu, İsrailin baş naziri Benjamin Netanyahu, Lindsey Graham'ın, senator Lindsey Graham'ın dəfnində iştirak etmək üçün Bəli, 18 iyulda. Bəli, və orada Prezident Trump'la görüşü gözləndir. Bax, İsrailin hərbi əməliyyatlara qoşulmasında bu görüş mühüm rol oynaya bilər. Yəni ona qədər hərbi əməliyyatlar dayanmasa, düşünürəm ki, o müzakirələrdən sonra İsrail də yəqin ki, Amerika Birləşmiş Ştatlarına dəstək məqsədi ilə o da hərbi əməliyyatlara qoşulacaq və burada müharibə daha şiddətli xarakter alacaq. Bəli, ümumiyyətlə Netanyahu'nun səfəri bu ərəfədə xüsusi diqqət cəlb eləyib. Belə beynəlxalq mediadan da biz bunu hiss edə bildik və düşünülür ki, hər nə qədər də bu müvafiq sizin də qeyd etdiyiniz hadisə ilə əlaqələndirilsə də, ancaq protokol çərçivəsində olan bir səfər kimi dəyərləndirilsə də, ancaq mütləqdir ki, Donald Trump'la bir çox məsələlər yaxın şəkillə bağlı razılaşdırıla bilər hətta. Bəli, hətta İsrail mediası yazır ki, bu belə bir görüş əvvəlcədən nəzərdə tutulmayıb. Buna baxmayaraq çox güman ki, mən hesab edirəm ki, İsrailin baş naziri daha çox bu görüşün reallaşmasına çalışacaq və əsas onun səfərində əsas məqsəd budur. Yəni, çünki o yaranmış vəziyyət, son vəziyyət onu narahat edir. Yəni, bilir ki, bu müharibə İsrailin gələcəyi üçün təhdid törədir və çünki bilirsiniz də artıq İran tərəfi İsrailin nüvə obyektlərini vurmaqla hədələyir. Ona görə də belə bir vəziyyətdə İsrail boş dayana bilməz. İsrail müəyyən addımlar atmalıdır. Ancaq bu məsələdə Trump'ın mövqeyi nə olacaq? Çünki onların arasında bəzi məsələlər üzrə fikir ayrılığı var. Məsələn, Trump İsraildən, Livandan və Suriyadan qoşunlarını çəkməyi tələb edir. Və bu məsələ üzrə fikir ayrılığı var. İndi ona görə də ancaq mən fikirləşirəm ki, qarşıdakı günlərdə İsrailin və İranın arasında hərbi eskalasiyanın baş verməsi ehtimalı getdikcə artır. Bu da İrana qarşı daha sarsıdıcı ağır zərbələrin vurulmasına gətirib çıxara bilər və bölgədə münaqişənin, müharibənin genişlənməsini sürətləndirə bilər. Aydındır. Minnətdarlığımızı bildiririk sizə Müşfiq bəy, dəyərli zamanınızı ayırdığınız üçün və bir çox məsələlərə də aydınlıq gətirdiyiniz üçün. Çox sağ olun, təşəkkür ederim. Sağ olun. Bəli, əziz izləyicilər, siyasi ekspert Müşfiq Abdullah bəy bizim qonağımız idi və bir çox məsələləri yaxın şərqə dair, İran gündəminə dair önəmli gəlişmələri, yenilikləri və proseslərin gedişatını, proqnozları da eyni zamanda onun dilindən biz eşitmiş olduq. Elə Müşfiq bəy dinləyərkən də paralelində mənim də gözüm, diqqətim medianın diqqəti ilə bağlıdır. Yəni nələrə daha çox diqqət olunur, hansı xəbərlər, hansı başlıqlar manşetə çıxarılır ki, biz də mütəmadi an etibarı ilə əldə etdiyimiz o informasiyaları verilişimiz boyunca səsləndirə bilək, suallarımızın içərisinə daxil eləyək, informasiya olaraq sizə təqdim eləyək və bir neçə önəm daşıyan məsələni də eyni zamanda sonda, yəni bugünün tezislərini belə ifadə etsək, tam olaraq elə bu buraxılışımızda nələrə fokuslanmışdı və yaxın şərqdə baş verənləri də bir qısa xülasəsini bir neçə tezisdə sizin diqqətinizə çatdırmaq istəyirəm. The Guardian nəşri yazır ki, ABŞ-İran qarşıdurması hal-hazırda daha da kəskinləşib və demək olar ki, eskalasiya vəziyyətinin indiyə qədərki ilə müqayisədə ən yüksək həddinə çatıb. ABŞ İranın cənubunda, xüsusilə Hürmüz boğazı ətrafındakı hərbi obyektlərə yeni zərbələr endirib. İran buna cavab olaraq Bəhreyn, Küveyt və İordaniyadakı ABŞ və müttəfiq obyektlərinə raket və PUA hücumları həyata keçirdiyini açıqlayıb. AP News yazır ki, Hürmüz boğazı böhranın əsas mərkəzinə çevrilməkdə davam etməkdədir. İran enerji ixracının qarşısının alınacağı təqdirdə regiondan neft və qaz ixracını tam dayandıra biləcəyi ilə bağlı xəbərdarlıq edib. Bu açıqlamalar dünya enerji bazarlarında yeni narahatlıq yaradıb. Neftin qiymətinin bahalaşması ilə də bağlı elə Reuters'ə daxil olmaqla digər mənbələrin gündəmində məlumatlar yayılır. Gərginlik fonunda Brent markalı neftin qiymətinin yenidən yüksəldiyi bildirilir. Analitiklər hesab edirlər ki, Hürmüzdə böhran dərinləşərsə, qiymətlər bundan sonra da
yüksək pik həddə çata bilər. İsrail, Suriya, Livan xəttində yeni diplomatik siqnallar mövcuddur. ABŞ prezidenti Donald Trumpın İsrailin Suriya və Livandakı hərbi mövcudluğunu azaltmasını istədiyi barədə məlumat yayılıb. Bu məsələ Vaşinqtonun regiondakı gərginliyi genişləndirməmək cəhdi kimi qiymətləndirilir deyə ABC News nəşri yazır. The Guardian nəşri Qəzza gündəmi ilə bağlı informasiyalar paylaşır və bildirir ki, İsrailin Qəzzaya endirdiyi yeni zərbələr nəticəsində mülki itkilər barədə məlumatlar yayılıb. Eyni zamanda Həmas İsrailin Qəzzanın şimalında yeni hərbi məntəqələr yaratmaq planını sərt tənqid edib. Belə, əziz izləyicilər, beləcə son tezisləri yaxın şərqi, belə desək, əhatə edəcək, gərginliyi əhatə edəcək bir çox məsələləri də beləcə sizin diqqətinizə çatdırmış olduq. Qonağımızla da birgə geniş müzakirəni siz bizdən dinləmiş oldunuz efirimizi izləməklə və bu buraxılışımız da hər zamanki kimi canlı olaraq UyduPek və YouTube kanalları üzərindən yayımlanmış oldu. Yayınımızın daha çox diqqət cəlb eləməsi üçün, daha çox hesabın onlayn platformada qarşısına çıxılması üçün sizin dəstəyinizə ehtiyacımız var. Bu dəstək təbiidir ki, YouTube alqoritmik qaydalarına uyğun verilməkdədir. Söhbət abunə olmaqdan, Günah TV kanalına abunə olmağınızdan, verilişimizi, canlı yayınlanan verilişimizi bəyənməkdən, paylaşmaqdan, canlı şərh bölməsinə də fikirlər yazmaqdan gedir ki, elə bu dəstəyi bizdən əsirgəməyin əziz izləyicilər. Növbəti buraxılışda görüşənədək.